Deməli, baxırıq ikinci qruplara düşən suallardan birinə. Bu sual imtahan sualı olmuşdur. Hamısını bunu açmaq lazımdır. Əvvəla 10n plus n, sonra 10n plus m. Yuxarı belə oldu. Aşağıda isə 10n plus n minus 10n mənfi içəri təsir eləyir. Minus m. Biz bunu həll eləyək əvvəlcə. 10m ilə m 11m plus 10n ilə n 11n. Aşağıda isə 10m ilə m-in 9m minus n-dən 10n-in 9n. Yuxarıdan 11 mötərizə xaricinə çıxarıram m plus n. Aşağıdan 9 mötərizə xaricinə çıxarıram m minus n. Buradan bərabərdir 11 bölünsün 5-ə. 11-lər ixtisar gedir. Biz bunu çarpaz vurduqda 5m plus 5n bərabərdir. Burada 1 qalmışdı. 9m minus 9n. Burada m'ləri bir tərəfə, n'ləri bir tərəfə keçirik. 5m ilə 9n'in cəmi 14n. 9m ilə 5m'in 4n. İxtisar aparırıq. 7n bərabərdir 2m. Bu zaman n'imiz 2, m'imiz isə 7 olur. Bizdən istəyir m'ni, yəni 72-ni.